Salam əziz abituriyentlər, hörmətli müəllimlər. Bugün Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boy haqqında bəzi vacib məqamları qeyd eləməyə çalışacağım. Kanala abunə olmağı və videonu bəyənməyi unutmayaq. Bir gün Ulaşoğlu Qazan bəy yerindən durmuşdu. Qara yer üzərində otaqlarını tikdirmişdi. Min yerdə ipək xalça döşətmişdi. Hündür alaçıq göy üzünə dirənmişdi. 90 dəstə gənc Oğuz məclisinə toplaşmışdı. Ağzı böyük şərab küpləri ortalığa qoyulmuşdu. 9 yerdə keyf məclisi qurulmuşdu. Qızıl qədəhlər, sürahilər düzülmüşdü. Ulaşoğlu Salur Qazan, qızılı sapla tikilmiş çadır otaqlar, qatar-qatar dəvələr bağışlayırdı. Oğlu Uruz qarşısında yay kimi söykənib durmuşdu. Biz buradan görürük ki, boy Qazan xanım məclis qurmasının təsviri ilə başlanır. Salur Qazanın evinin yağmalanması boyunda da Qazan xan məclis qurmuşdu. Sağ yanında qardaşı, deməli sağında qardaşı Qaragünə oturmuşdu. Sol yanında dayısı Aruz oturmuşdu. Qazan sağına baxdı, qahqah güldü, soluna baxdı, çox sevindi. Qarşısına baxdı, oğlu Uruzu gördü. Əlini əlinə çalıb ağladı. Oğlu Uruza bu iş xoş gəlmədi. İrəli gəldi, diz çöktü. Çağırıb atasına söyləyir, görək nə söyləyir. Ünümünlə mənim sözümü dinlə ağam Qazan. Sağına baxdın, qahqahla güldün, soluna baxdın, çox sevindin. Qarşıya baxdın, məni görüb ağladın. Səbəbi nədir, söylə mənə. Qara başım, qurban olsun ağam sənə. Qazan bəy qızardı. Oğlanın üzünə baxdı, çağırıb söyləyir, görək nə söyləyir. Bəri gəl, qulum oğul, sağ tərəfə baxanda mən qardaşım Qaragünəni gördüm. Baş kəsib qan tökübdür, haqqın alıb ad qazanıbdır. Sol tərəfə baxdıqda dayım Aruzu gördüm. Baş kəsib qan tökübdür, haqqın alıb ad qazanıbdır. Qarşıma baxanda səni gördüm. 16 yaşın oldu. Bir gün ola düşüb öləm, sən qalarsan. Yay çəkməmsən, ox atmamsan, baş kəsməyibsən, qan tökməyibsən. Qanlı Oğuz yurdunda bir mükafat almayıbsan. Bax, burada Qazanın dilindən deyilir ki, Uruzun 16 yaşı oldu. Biz bunu başqa hansı əsərdə görürük? Deməli, Koroğlu dastanı Durnateli qolunda. Orada biz Koroğlunun dilindən eşitirik ki, Eyvazın da 15 yaşı tamam olur. Eyvaz da 15 yaşlıdır. Bunu analogiya eləyə bilərik. Sabah gün gələr, vaxt gələr, mən ölüb sən qalanda taxt tacımı birdən sənə verməzlər deyə sonumu andım, ağladım, oğul dedi. Deməli, Qazan nə üçün narahat idi? Qazan ona görə narahat idi ki, Qazan öləndən sonra Uruz baş kəsib qan tökməyib deyə birdən ona taxt tac verməzlər. Uruz burada görək nə deyib? Abey baba, hünəri oğul atadan mı görər, öyrənər, yoxsa atalar oğuldan mı öyrənir? Sən məni götürüb haçan kafir sərhədinə çıxardın, qılınc çalıb baş kəsdin, mən səndən nə gördüm ki, nə də öyrənim dedi. Qazan bəy əlinə vurub qahqah güldü. Dedi, abeylər, Uruz yaxşı deyir. Siz yeyiniz, içiniz, söhbətinizi eləyin, mən bu oğlanı götürüb ova gedim. Salur Qazanın evinin yağmalanması boyunda da Qazan xan ova gedir. Orada ov təklifini Qazan xan verir orada da, amma bir neçə bəylərlə gedir o boyda. 7 günlük aziqə ilə çıxaq. Ox atdığım yerləri, qılınc çalıb baş kəsdiyim yerləri göstərim. Kafir sərhədində Cızıqlar, Ağlağan və Göyçə dağına götürüb aparım. Deməli, hara ova gedirlər? Cızıqlar, Ağlağan və Göyçə dağına. Sonra oğlana gərək olar, abəylər. Qazan qonur atını çəkdi, mindi. Donu qaşdaşla bəzənmiş 300 igidi seçdi, öz dəstəsinə qoşdu. Uruz da 40 ala gözlü igidini özü ilə apardı. Qazan oğlunu götürüb uca dağlar üzərinə ova çıxdı. Ov ovladı, quş vurdu, ceyran cüyür yıxdı. Hündür və gözəl göy çəmənlikdə çadır qurdu. Bir neçə gün bəylər eləcə yeyib içdilər. Sən demə, başı açığın Dadiyani qalasından, Aksaka qalasından kafirin casusu bunları görüb təkura dedi. Hey, nə oturursan, itini ulatmayan, pişiyini miyoldatmayan Alplar başçısı Qazan öz oğlu ilə sərxoş olub yatır. Deməli, burada görürük ki, Qazan bəyin sərxoş olduğu da vurğulanır. 16 min qara donlu kafir ata mindi. Deməli, bunların üzərinə neçə nəfər kafir hücum eləyir? 16 min. Qazanın üzərinə irəlilədi. Baxıb gördülər 6 bölük toz enir.
6 bölük toz enir. Kimi dedi ceyran tozudur. Kimisi dedi düşmən gəlir. Qazan dedi ki, ceyran olsaydı 1 ya 2 bölük olardı. Bilin ki, bu gələn düşməndir. Toz yarıldı, gün kimi parıldadı, dəniz kimi çalxalandı, meşə kimi qaraldı. 16 min ip üzəngili, keçə papaqlı, azğın dinli, quzğun dinli kafir gəlib çıxdı. Qazan qonur atını çəkdi mindi. Deməli, Qazan qonur atını minir. Oğlu Uruz bədöy atının cilovunu çəkib oynatdı və atasının qarşısına gəlib dedi: "Bəri gəl, ağam Qazan. Dəniz kimi qaralıb gələn nədir? Od kimi işarıb, ulduz kimi parıldayıb gələn nədir? Öz dilinlə 5 kəlmə xəbər ver mənə. Qarabaşım qurban olsun ağam sənə." Qazan dedi: "Bəri gəl, aslanım oğul." Burada deməli Uruza aslanım deyə müraciət edir. Böyük dəniz kimi qaralıb gələn kafirin qoşunudur. Gün kimi parlayıb gələn kafirin papağındakı işıqdır. Ulduz kimi işarıb gələn kafirin nizəsidir. Azğın dinli yağıdır, düşməndir, oğul. Oğlan dedi, yağı deyəndə nəyə deyirlər? Qazan dedi, oğul, ona görə yağı deyirlər ki, biz onlara yetsək öldürərik, onlar bizə yetsə öldürərlər. Deməli, biz bu düşmənin yağı adlandırılmasını bir də harda görürük? Qanlı Daş əfsanəsində, deməli, orada da düşmən yağı adlandırılır. Deməli, Qanlı Daş əfsanəsində də düşmən yağı adlandırılır. Uruz burada söyləmiş, nə söyləmiş? Bəri gəl, ağam Qazan. Qalxıb yerimdən bədöy atımı saxlayırdım bu gün üçün. Deməli, Uruz burada atasına bir neçə ifadələr işlədir. Gün gəldi, böyük meydanda səyirdim mən sənin üçün. Uzaq vuran sür nizəmi saxlayırdım bu gün üçün. Günü gəldi, qarınlara, kökslərə sancım mən sənin üçün. Böyük iti polad qılıncımı saxlayırdım bu gün üçün. Günü gəldi, kafir başını kəstirim sənin üçün. 40 igidimi saxlayırdım bu gün üçün. Günü gəldi, kafir başını kəstirim sənin üçün. Aslan adımı saxlayırdım sənin üçün. Kafirlər əlbəyaxa tutaşam mən sənin üçün. Ağız dildən bir neçə söz söylə mənə. Qarabaşım qurban olsun ağam sənə. Qazan burada nə demiş? Oğul, oğul, ay oğul, səsimi eşit, sözümü dinlə. O kafirin atdığı 3 oxdan biri boşa çıxmaz, oxçusu olur. Hay demədən başlar kəsən cəlladı olur. Adam ətindən qovurma edən aşpazı olur. Bu sən deyən düşmən deyil. Mən yerimdən qalxım durum, qonur atın belinə qoy mən minim. Böyük iti, qılınc, polad qılıncı mən çalım. Azğın dinli kafirdir, başlarını kəsim. Dönə-dönə savaşım, dönə-dönə döyüşüm. Qılınc çalıb baş kəsməyi gör, öyrən, başın bəlaya düşsə gərəyin olar. Deməli, Qazan xan Uruzu düşmənlə döyüşə çıxmağa qoymur. Çünki Uruz hələ heç bir döyüşdə iştirak etməmişdi. Yəni təcrübəsiz idi. Abəy, Uruz burada atasına görək nə deyir? Abəy ata, eşidirəm, Ərafatda erkək quzu qurban kəsmək üçündür. Bax, bunu Uruz deyir. Ata oğul qazanar ad üçün, oğul da qılınc qurşanar ata qeyrəti üçün. Mənim də başım qurban olsun sənin üçün. Qazan burada söyləyir. Oğul, oğul, ay oğul, düşmən arasına girib baş kəsməyibsən. Adam öldürüb qan tökməyibsən. Ala gözlü 40 igidi götür özünlə. Köksü gözəl dağ başına çıx. Deməli, atası Uruza deyir ki, dağın başına çıx. Mənim necə savaşaraq döyüşdüyümə həm bax öyrən, həm də bizə göz olub puskuda dur. Uruz atasının sözünü sındırmadı. Geri döndü. Yoldaşlarını da götürüb uca dağların başına çıxdı. O zamanlar oğul ata sözünü iki eləməzdi. İki eləsəydi o cür oğulu qəbul etməzdilər. Uruz süngüsünü gen yaxasından keçirib yerə sancdı, durdu. Qazan bəy gördü ki, kafir yaxınlaşdı. Atından endi, təmiz suda yuyundu. Ağ alnını yerə qoydu, 2 rükət namaz qıldı. Adı gözəl Məhəmmədi yada saldı. Deməli, burada da dini şəxs, bu boydadır. Dini şəxsin adı çəkilir, Məhəmməd. Qara dinli kafirin gözünə qaranlıq çöktürdü. Hayqırıb at sürdü, irəli gedib qılınc vurdu. Uruz baxa-baxa cuşa gəldi. Dedi, bəri gəlin, 40 yoldaşım. Görürsüz, ağam Qazan baş kəsdi, qan tökdü. Məni sevən igidlərim, nə durmusunuz? Düşmən qoşunun bir ucuna hücum edə. Deməli, Uruz döyüşə girir artıq. Atasının döyüşməyini görür və burada deyir ki, Uruz cuşa gəldi. Qaracıq atını oynatdı. Uruz kafirin sağ cinahına. Testdə bəzən çaşdırırlar. Sağ cinahına at sürdü. Sağlı sollu düşməni yaxşıca dağıtdı. Sanki dar yolda dolu düşdü. Ya qaz sürüsünə Şahin girdi. Kafirin bir cinahı basıldı. Azğın dinli kafir əldən düşüb ox atmağa başladı. Qaçanlardan biri deməli
Kim vurur? Qaçanlardan biri Uruzun bədöy atını oxladı. At yıxıldı. Kafirlər qayıdıb Uruzun üstünə düşdülər. Uruzun 40 igidi atdan endi. Qılınc siyirdilər. Uruzun üstündə çox vuruşdular. Lakin çoxluq qorxudur, dərinlik batırır. Hətta burada görürsüz, piyadanın ümidi olmaz. Bunu ifadədə işlənir. Uruza sağdan soldan hücum etdilər. 40 yoldaşını şəhid etdilər. Oğlanın üstünə düşüb tutdular. Deməli, Uruzun əsir düşməsinin, yəni tutulmasının əsas səbəbi nə oldu? Uruzun bədöy atının oxlanması oldu. Qollarını bağladılar, üzü üstə salıb sürüdülər. Ağ ətindən qan çıxınca döydülər. Ata deyə ağlatdılar, ana deyə inlətdilər. Əli bağlı, boynu bağlı, üzü üstə salıb sürüyərək apardılar. Uruz dustaq oldu. Qazanın xəbəri yox. Elə sandı ki, düşmən basılıb. Atın yeğənini döndərib geri qayıtdı. Gəldi oğlanı qoyduğu yerdə tapa bilmədi. A bəylər, oğlan hara getmiş ola? Dedi. Bəylər dedi, oğlan quş ürəkli olur. Qaçıb anasının yanına getmişdir. Qazan əsəbləşdi, geri döndü. Dedi, bəylər, Tanrı mənə bir fərsiz oğul vermişdir. Gedək onun anası yanından götürək, qılıncla parçalayaq. 6 parça edək, 6 yolun ayrıcına ataq. Bir daha kimsə çöllük yerdə yoldaş qoyub qaçmasın. Sonra qonur atını dizləri ilə vurub yola düşdü. Xan qızı boyu uzun Burla xatun Qazanın gəldiyini eşitdi. Atdan ayğır, dəvədən buğra, qoyundan qoç kəstirdi. Oğlancığımın ilk ovudur, ovu qanlı Oğuz bəylərini qonaq edim, dedi. Xan qızı gördü ki, Qazan gəlir. Özünü yığışdırıb yerindən cəhd durdu. Qazanın qarşısına gəlib üzünə sarı baxdı. Sağına, soluna göz gəzdirdi. Oğlu Uruzu görmədi. Qara bağrı sarsıldı. Ürəyi yerindən oynadı. Qara qıyma gözləri qan yaşla doldu. Qazana görək nə deyib? Bəri gəl, salur bəyi, salur yaraşığı. Başımın bəxti, evimin taxtı. Xan atamın kürəkəni, xanım anamın sevimlisi, igid bəyim Qazan. Qalxıb yerindən sən durdun. Oğlunla gözəl qara yallı qazlıq atını mindin. Boynu uzun vəhşi ceyranı vurub yıxdın. Sən atını yüklətdin, geri döndün. İki getdim, bir gəlirsən, balam hanı? Aslan uçurum qayalardan, Qazan oğlumu uçurdunmu? Qamışlıqların aslanına mı yedirtdin? Bax, bu ifadə bu boyda işlənir. Deməli, Burla xatun Uruz haqqında deyir. Ağ əllərini qollarından bağlatdınmı? Dörd yanına baxdırdınmı? Dil damağını qurutdunmu? Qara gözündən acı yaşını axıtdınmı? Xanım ana, bəy ata deyib ağlatdınmı? Və Burla xatun davam eləyir. Deyir, qarşı yatan uca dağdan bir oğul uçurdunsa de mənə külünclə yıxdırım. Coşqun axan yüyrək sudan bir oğul axıtdınsa de mənə mənbəyini, mənsəbini dağıdım. Azğın dilini kafirlərə bir oğul tutdurdunsa de mənə xan atamın mən yanına gedim, böyük qoşun, bol xəzinə alım. Yaralanıb qazlıq atımdan enməyincə, ətəyimlə alca qanımı silməyincə, qolbu dolub yer üzünə düşməyincə, bircə oğlumun xəbərini almayınca kafir yollarından dönməyəlim. Oğlan anası belə dedikdə Qazanın ağlı başından getdi. Qara bağrı sarsıldı, ürəyi yerindən oynadı. Qaranlıq çökmüş gözləri qan yaşla doldu. Dedi, əzizim, oğul gəlsəydi səndən soruşardınmı? Qorxma, ovdadır. Ovda qalan oğul üçün qəmlənmə. Mən Qazana 7 gün möhlət ver. Deməli, Qazan xan Burla xatundan 7 gün vaxt istəyir. Yerdə isə oğlumu yerdən çıxarım, göydə isə göydən endirim. Tapa bildim, tapdım. Tapa bilmədim, bilməsəm Tanrı verdi, Tanrı aldı. Neynəyək? Gəlib səninlə birlikdə qara şivən qopararıq. Xan qızı dedi, Qazan, oğlanın ovda olduğuna onda inanaram ki, yorğun atınla kütləşmiş nizənlə ardına düşəsən. Qazan geri döndü. Gəldiyi yol ilə də geri çapdı. Gecəni gündüzə qatdı. Oğlanın anası da duymadan əl-altı buyurdu. 90 dəstə gənc Oğuz ardımca gəlsin. Bəylər, bilin ki, Uruz dustaqdır, dedi. O yerə gəldi ki, düşmən basılmışdı. Artıq burada Qazan xanla söhbət gedir. Gördü oğlanın ala gözlü 40 igidi qırılıb. Oğlanın bədöy atı oxlanmış yatır. Meyitlər arasında oğlanı tapmadı. Amma oğlunun qızıl dəstəkli qamçısını tapır. Yəqin bildi ki, oğlu kafirlərə dustaqdır, ağladı. Uca dağımın zirvəsi oğul, coşqun sularımın daşqını oğul, qocalığımda itirdiyim təkcə oğul dedi, hönkürdü. Kafirin izinə düşdü. Kafir Dərbənddə sakin olmuşdu. Deməli, Dərbəndin adı çəkilir İskəndərnamə poemasında, Salur Qazanın evinin yağmalandığı boyda.
Oğluna qara yapıncı geyindirmişdilər. Eşikdə qapı ağzında üzüstə qoymuşdular. Girən çıxan ayaqlayırdı. Fikirləşirdilər, köhnə düşmən əlimizə düşmüşkən əzabla öldürək. Qazan bəy yetişdi. Qonur atını oynatdı. Kafirlər Qazanın gəldiyini görüb təşvişə düşdülər. Kimi at minir, kimisi zirehli paltar geyir. Oğlan başını qaldırıb soruşdu. A kafir, nə olub? Kafir dedi, atan gəlib, tutmaq istəyirik. Oğlan dedi, aman ay kafir, Tanrının birliyinə şübhə yoxdur. Kafirlər oğlana aman verdilər. Əlini gözünü açdılar. Oğlan atasına qarşı gəldi. Söylədi, görək nə söylədi. Bəri gəl, a bəy ata. Hardan bildin dustaqlığımı? Ağ əllərimin arxamda bağlandığını, ağ boynuma qıl sicimin taxıldığını, qara gözlü igidlərimin qırıldığını. Sən gəlincə ata kafirlər danışdılar. Qonur atlı Qazanı tutun, ağ əllərini, qollarını bağlayın. Səssiz səmirsiz gözəl başını kəsin. Alca qanını yer üzünə tökün. Oğlu ilə özünü bir yerdə öldürün, ocağını söndürün deyə söylədilər. Xan ata, qorxuram səyirdərkən qonur atını sürüşdürəsən, vuruşarkən özünü tutdurasan, xəbərsizcə gözəl başını kəsdirəsən. Ağbirçəkli anamı oğul deyərkən başım taxtı Qazan deyə ağladasan. Qayıdaraq geri dön, sür atını, qızıl tağlı evinə get. Qarıcıq olmuş anamın ümidi ol. Qara gözlü bacımı ağlatma. Deməli, biz həm bu boyda görürük Qazanın Uruzdan başqa bir qız övladı olduğuna. Həm də Salur Qazanın evinin yağmalandığı boyda. Ata ölsə oğul üçün eyibdir. Yaradana and verirəm səni ata, qayıdaraq geriyə dön, evinə get. Qoca anam qarşılayıb soruşsa doğru xəbər ver. Sənin oğlunu gördüm de. Ağır buxov topuğumu döyənək edibdi. Yanmış arpa çörəyi acı soğandır yeməyi. Deməli, yanmış arpa çörəyi acı soğan yeməyidir. Bir ay yola baxsın, gəlməsəm 2 ay baxsın. 2 ayda gəlməsəm 3 ay baxsın. 3 ayda gəlməsəm o vaxt bilsin ölmüşəm. Mənim anam göy geyinib qara sarınsın. Qalın Oğuz elində yasımı tutsun. Mənim başım sənin yolunda qurban olsun. Geri dön atam. Oğlan bir daha söyləmiş, görək nə söyləmiş. Qarşı yatan uca dağlar, salamat olsa el yaylar. Aşkın daşkın sellər sular, salamat olsa axar çağlar. Sən sağ ol, anam sağ olsun. Allah sizə məndən yaxşı oğul verər, anam mənə halal etsin ağ südünü. Vuruşma, sən qayıt, ata, qayıt geri. Qazan burada nə demiş? Oğul, oğul, ay oğul, qarşımdakı uca dağımın zirvəsi oğul, güclü belimin qüvvəti canım oğul, qaranlıq gözlərimin işığı oğul, dan söküləndə yerimdən sənin üçün durmuşam, qonur atı çaparaq sənin üçün yormuşam, buradan qayıdaraq evə getsəm, ağca yüzlü anan gəlib oğul desə, deyimmi ki, ağ əlləri arxasında bağlıdır, deyimmi ki, qıl örkən də ağ boynuna taxılıdır, deyimmi ki, necə səni yüyürdürlər ayaqla, onda mənim bəs namusum hara getsin, de bala. Qazan yenə dedi, qarşındakı uca dağlar qurusa otu bitməz, el yaylamaz. Axıntılı gözəl sular qurusa aşıb daşmaz. Atan qoca, anan qarı, səndən yaxşı Allah bizə oğul verməz. Versə belə sənin yerini tuta bilməz. Qara bulud olub göy asimanda, kafirin üstündə qoy gurlayım mən. Ağ ildırım olum, qoy çaxım mən. Kafiri qamış kimi od olub yandırım. Bir nəfərin yerinə 9'unu sayırdırım. Vuruş, döyüş səsi ilə qoy aləmi doldurum. Yaradan Allah köməyim olsun. Qonur atından yerə endi, axıb gedən təmiz suda yuyundu, ağ alnını yerə qoydu. Namaz qıldı, ağladı, Qadir Tanrıdan hacət istədi. Məhəmmədə salavat çəkdi. Dəvə kimi kükrədi, aslan kimi nərə çəkib hayqırdı. Kafirlərə yalnız hücum etdi. At sürüb qılınc vurdu. Dönə-dönə yaxşıca vuruşdu. Kafiri məğlub etmək istədi, bacarmadı. Bir saat ərzində atla 3 dəfə hücum etdi. Birdən göz qabağına qılınc toxundu. Qara qanı şoruldayıb gözünə töküldü. Özünü xəlvət yerlərə saldı. Deməli, biz bu boyda görürük ki, Qazan xan düz düşmənə 5 dəfə hücum eləyir. 5 dəfə düşmən üzərinə hücum eləyir. Deməli, bir dəfə Uruzla döyüşdə olanda, 3 dəfə 1 saat ərzində tək başına, bir dəfə də bəylər gələndə. Deməli, birdən göz qapağına qılınc toxundu, qara qanı şoruldayıb gözünə töküldü. Özünü xəlvət yerlərə saldı. Görə indi yaradan neynəyir? Boyu uzun burlaq atın oğlunu andıqca qərarı qalmadı. 40 incə belli qız oğlanla qara ayğırına mindi.
Böyük qılıncına qurşandı. Başımın tacı Qazan gəlmədi deyə izinə düşüb getdi. Gəlib Qazana yaxınlaşdı. Qazan öz arvadını tanıya bilmədi. Dedi: Qara ayğırın cilovunu mənə ver igid. Ayaq saxla, üzümə bir bax igid. Altındakı qara ayğırı mənə ver igid. Əlindəki sür nizəni, yanındakı göy polad silahı mənə ver. Bu günümdə kömək ol mənə. Qala ölkə verim sənə. Deməli Qazan xan Burla xatunu tanımır. Səbəb də gözündən yaralanması idi. Burla xatun deyir, qalxıb yerindən duran Qazan, Qaragöz atın belinə yatan Qazan, uca dağımı yıxan Qazan, İrk kölgəli ağacımı kəsən Qazan, xan qızını, halalını tanımayır gözün sənin. Nə olmuşdur belə, huşunu itirmisən, çal qılıncını, çatdım Qazan dedi. Bu zaman Oğuz igidləri bir-bir yetişdi. Görək kimlər yetişdi. Deməli, acığı tutanda qara daşı kül eləyən, qara bığını boynunun ardında düyünləyən Qazanın qardaşı Qaragünə yetişdi. Deməli, birinci Qaragünə gəlir. Çal qılıncını, qardaş Qazan, çatdım dedi. Dəmir qapı Dərbənddəki dəmir qapını alan, 60 tutamlıq böyük nizəsinin ucunda igidləri böyürdən, Qazan kimi pəhləvanı bir savaşda 3 dəfə atından yıxan Qıyan Səlci oğlu Dəli Dondaz gəlir. Deməli, ikinci də Dəli Dondaz gəlir. Onun ardınca görək kimlər gəlir. Parasarın Bayburt hasarından sıçrayıb aşan, atı böyük gəlin otağının qarşısına gələn, Qalın Oğuzun sevimlisi, Qazan bəyin dostu, silahdaşı, boz ayğırlı Beyrək gəlir. Deməli, üçüncü də Beyrək gəlir. Qalın Oğuz bəylərini bir-bir yıxan Qazlıq qoca oğlu Yeynək çaparaq gəlir, dördüncü Yeynək olur. Çal qılıncını, ağam Qazan, çatdım dedi. Onun ardınca görək kimlər gəlir. 24 Oğuz elini tərif edən Dəli Tondaz, 1000 nəfərin başçısı Düyər, ardınca da minbaşı Büqdü Zəmən gəlir. Onun ardınca da 9 tayfa başçısı Aruz gəlir. Deməli, 8-ci də gələn Aruz olur. Saydıqca Oğuz bəyləri tükənən deyil. Qazanın bütün bəyləri ətrafına yığıldı, təmiz suda dəstəmaz aldılar, 2 rükət namaz qıldılar, adı gözəl Məhəmmədə salavat gətirdilər. Cəsarətlə kafirin üstünə at saldılar, qılınc çaldılar. O gün ciyərli cəsur igidlər bəlli oldu. O gün namərdlər gizlənməyə yer axtardı. Bir qiyamət günü oldu, bəy nökərdən, nökər bəydən ayrıldı. Deməli, Oğuz bəyləri ilə Dəli Dondaz sağdan birinci hücum eləyir. Cəsur igidlərlə Qarabudaq soldan hücum eləyir. Qazan özü mərkəzə hücum eləyir. Deməli, Qazan burada, Qazan xan həm Təkuru, həm də Şöklü Məliyi öldürür. Şöklü Məlik. Deməli, öldürür. Qazan burada bunları öldürür. Sağ tərəfdə Dəli Dondaz Qara Tükənə qarşı gəldi. Deməli, Dəli Dondazı Qara Tükəni öldürür. Buğacıq Məliyə qarşı da Qarabudaq gəlir. Buğacıq Məliyi də Qarabudaq öldürür. Boyu uzun Burla xatun kafirin qara bayrağını qılınçladı, yerə saldı. Deməli, bu boyda bayrağı qılınçlayan Burla xatundur. Salır Qazanın evinin yağmalandığı boyda isə bayrağı qılınçlayan Qazanın qardaşı Qaragünə olur. Hər ikisini ortaq götürə bilərik. Bayrağı qılınçlayırlar. Təkür basıldı, qalan düşmənlər qaçdı. Dərələrdə kafirlər qırıldılar. 15.000 kafirdən kimisi qırıldı, kimisi tutuldu. Deməli, 15.000 kafir öldürülür. Daha doğrusu 15.000 kafirdən tutulan da olur, qırılan da olur. Qazan oğlunun yanına gəldi, atından düşüb əllərini açdı, ata ilə oğul qucaqlaşıb görüşdülər. Oğuzlardan 300 igid şəhid oldu. Deməli, bu boyda 300 igid şəhid olur. Salur Qazanın evinin yağmalanması boyunda isə deməli 500 Oğuz igidi şəhid olur. Orada 12.000 kafir öldürülür. Burada isə kafir 15.000 sayır. Qazan öz oğlunu xilas edib geri döndü. Vuruş uğurlu oldu. Oğuz bəyləri sevindilər. Qazan xan Ağcaqala sürməliyə gəlir, 40 otaq tikdirir, 7 gün, 7 gecə yemək içmək oldu. 40 evli qul ilə 40 cariyəni oğlunun başına çevirib azad eləyir. Qəhrəman igidlərə qala, ölkə verdi, cübbə çuxa verdi. Dədə Qorqud gəldi, qopuz çaldı, bu Oğuznaməni düzdü, qoşdu.
İndi hanı o dediyim bəyərənlər, dünya mənim deyənlər, əcəl aldı, yer gizlədi, fani dünya kimə qaldı? Gəlimli, gedimli dünya, sonucu ölümlü dünya. Xeyir dua verək xanım, yerli uca dağın yıxılmasın, kölgəli iri ağacın kəsilməsin. Vuruşanda iti polad qılıncın gödəlməsin. Allah verən ümidin üzülməsin, axır gündə arı imandan ayırmasın. Ağ alnımızı yerə qoyub 5 kəlmə dua etdik, qəbul olunsun. Ulu Tanrı yığışdırsın, saxlasın günahımızı. Adı gözəl Məhəmmədə bağışlasın. Deməli, hər iki boyu birləşdirsək, hər iki boyda övladı üçün narahat olan valideyn obrazı var. Hər ikisində uruz əsir düşür. Hər ikisində övladı üçün narahat olan valideyn obrazı var. Deməli, hər iki boy tarixi səciyyə daşıyır. Birində kafirin bayrağını, deməli, Salur Qazanda qardaşı Qaragünə qılınçlayır. Uruzun dustaq olduğu boyda isə Burla xatun qılınçlayır. Hər ikisində sonda Oğuz elinin qəhrəmanları qalib olurlar. Belə, izlədiyiniz üçün təşəkkür edirəm.